Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Bu günləri fizikadan ümumi sınavın izahına baxacağıq və burada diqqətli olun, bazar günü imtahanda qarşınıza bu tipli suallar çıxa bilər. Bir də kanala abunə olub, bəyənməyi unutmayın. Başlayalım birinci sualdan. Bizə nə deyir? İnduktivliyi 0,2 Henry olan sarğacdan keçən cəryan şiddətinin zamandan asılı qrafikinə əsasən sarğacın induksiya EHG-sini soruşurlar bizə. Yəni, ilin T'dən asılı qrafikini verib və EHG-ni soruşurlar. EHG-nin düsturu, induksiya EHG-sinin düsturu, EHG bərabərdir, öz-özünə induksiyadır bu, mənfi L, delta I bölək nədir? Delta T. İndi buradan, L'imiz neçədir? 0,2-dir, mənfi 0,2 vurulsun. Delta I-ni necə tapacaq buradan? Baxın, cəryan başlanğıcda neçəymiş? 8, sıfırımız 8. 0,2 saniyə sonra neçə olub cəryanımız? 0 olubdur. Onda delta I-ni tapanda delta I nəyə bərabərdir? Son çıxılsın başlanğıcdır. Hər zaman dəyişməni tapanda sondan başlanğıc çıxırsınız. I çıxaq I0. I çıxaq I0 yazırıq. Bu da bərabərdir. 0 çıxılsın 8. Oldu mənfi 8. Yazacaq bura mənfi 8. Zaman neçədir bəs? 0,2-dir. Yazırıq 0,2-yə bölük. İndi buradan bu 0,2 ilə bu 0,2-yi ixtisarlayıram. Mənfi oranı nə olacaq? 8 volt. EHG-nin vahidi 8 volt. Cavab olacaq C variantı. Belə sıra ilə gedəyim. Fotoeffekt üçün Einstein tənliyini göstərin. Einstein tənliyi fotonun enerjisi, foton bərabərdir, açılış üstə gəlirsə Y-kinetikdir. Fotoeffekt hadisəsi nədir? İşığın təsiri ilə metaldan elektron çıxarılmasıdır. Gələn o foton enerjisinin bir hissəsi çıxışına, bir hissəsi də kinetik enerjiyə sərf olur. İndi biz bu düsturu belə də yaza bilərik. Açılışın yerinə yaza bilərik, məsələn, H minimum və yaxud da HC bölək lambda max. Foton enerjisinin yerinə nə yaza bilərəm? HC bölək lambda və s. Kinetik enerji yerinə MV kvadrat bölək ki, bunların hamısını əlavə edə bilərik bura. İndi baxsaq uşaqlar bura, məsələn, HC bölək lambda bu foton enerjisidir. Yazdıq, HC bölək lambda bərabərdir. HC bölək lambda max istənədir, çıxış işidir. Yazdıq, HC bölək lambda max. Üstə gəlsin, P kvadratı bölək 2 nədir? Kinetik enerjidir. Bunu, bu düsturu bu şəkildə də yaza bilərik. Cavab olur B variantı. Təbii ki, fərqli şəkillərdə də yazmaq olur. Məsələn, foton enerjisinin yerinə yaza bilərdik H-nü, çıxış yerinə H-nü minimum, kinetik enerji yerinə MV kvadratı bölək 2M, P kvadratı bölək 2M yaza bilərik. Bu düsturun hamısını tətbiq edə bilərik. Deməli, cavab oldu nə? B variantı. 65-ci suala baxalım. Newton bölək metr hansı fizik cəmiyyətin vahidinə uyğundur? Newton qüvvədir. Qüvvə bölünsün, metr nədir? Uzunluq vahididir, mütləq uzanmanın vahidi. Bəs F bölü X bizə nə verir? Sərtlik əmsalını verir, kanı verir. Və yaxud da sərtlik əmsalı yaza bilərik. Baxıram, sərtlik əmsalı yoxdur, tamam. Başqa nə yaza bilərəm? Bu Newton yerinə sərti gərilmə qüvvəsini yaza bilərik. F sərti gərilmə qüvvəsi nəyə bərabərdir uşaqlar? Sigma vurulsun L-dir. Buradan sigmanı tapanda necə olacaq? Bəs sigma bərabərdir. F sərti gərilmə qüvvəsi bölünsün L. Sərti gərilmə əmsalında vahid nədir? Newton bölək metrdir. Sərtlik əmsalında vahid Newton bölək metrdir. Sərti gərilmə əmsalında vahidi Newton bölək metrdir. Ona görə cavab olacaq B variantı. 62-ci suala baxalım. Nə deyir 62-də bizə? Maqnit sahəsinin qüvvə xətlərində perpendikulyar istiqamətdə daxil olan proton cızdığı çevrənin radiusu onun impulsundan asılı qrafiki hansı variantda düzgün göstərilmişdir, doğru göstərilmişdir. Uşaqlar, maqnit sahəsinə perpendikulyar daxil olan yüklü zərrəcik çevrə üzrə hərəkət edir. Və həmin o çevrənin mərkəzinə yönələn qüvvə Lorentz qüvvəsi olur. Onda burada biz mərkəzə qaçma qüvvəsinin yerinə M-a bərabər nə yazıram? F Lorentz. Yəni, bu çevrənin mərkəzinə yönələn qüvvə hansı qüvvədir? Lorentz qüvvəsidir. Elə onda Lorentz qüvvəsi nədir burada? Mərkəzə qaçma qüvvəsidir. Onda biz M-anı Lorentzə bərabər eləyə bilərik. Yəni, Lorentz qüvvəsinin üstü nədir? Q, B və sinus alfa perpendikulyar olduğuna görə sinusu biz götürürük də yazmırıq oraya. Buradan, baxın, A-nın yerinə çevrə üzrə hərəkətdəki düsturunu yaza bilərik. A bərabər nəyə çevrə üzrə hərəkətdə? V kvadratı bölək nəyə? Elə.
Onda yazarıq m v kvadratı bölək r bərabərdir q b v-yə. İndi buradan biz ixtisarımızı eləsək, baxın, bu v-nin biri ilə bu v gedər. R-i tapanda r nəyə bərabər olar uşaqlar? R bərabər olacaq. R keçdi bura, QB düşəcək məxrəcə, yerlərini dəyişdilər. MV bölünsün nə? QB. Bəs M vurulsun V bizə nəyi verir? Impuls verir, onda yaza bilərəm. P bölünsün, QB də yaza bilərik. Fikir versəniz bura, radius P ilə necə asıldır? Düz asıldır. Deməli, cavab olacaq A variantı. 66-cı suala baxalım. Neytronların artma əmsalı hansı qiymətində zəncirvari nüvə reaksiyası sönər? Bizə deyək ki, neytronların artma əmsalı, uşaqlar, hansı qiymətində nüvə reaksiyası sönsün? Bilirik ki, neytronların artma əmsalı K 1-dən böyük olanda reaksiya zəncirvari gedir. K 1-ə bərabər olanda reaksiya stabil gedir. K 1-dən kiçik olanda isə reaksiya nə edir? Sönür. İndi bizə sönər deyir də, düzdürmü? Onda nədir? K 1-dən normaldır, kiçik olmalıdır. Cavab ona görə A variantı olacaqdır. 63-cü suala baxalım. Periodu 10⁻5 metr olan diffraksiya qəfəsinin üzərində dalğa uzunluğu 5/10⁻7 metr olan işıq şüası düşür. İkinci tərtib maksimuma uyğun meyl bucağının sinusunu hesablayın. Deməli, D sinus fi bərabərdir K lambdadır düsturumuz. K burada tərtibdir, lambda dalğa uzunluğu, D diffraksiya qəfəsinin periodu, sinus nədir? O meyl etmə bucağının sinusudur da. Bizdən olsa sinusu istəyirlər. Sinus fi nəyə bərabər olacaq onda? Sinus fi bərabərdir. K lambda bölünsün D yazacaq. Və buradan da alacaq ki, K'ımız neçədir? 2 deyirlər. K yerinə 2'yi qoysam, 2 vurulsun. Dalğa uzunluğumuz 5/10⁻7 metrdir. 5 vurulsun 10⁻7. Periodu veriblər 10⁻5. Yazıram 10⁻5. Və buradan nə alacaq? Baxın, fikir verin indi bura. Bu 10⁻7 ilə 10⁻5 gedər. Yuxarıda qalar 10⁻2. 2'yi 5'ə vuranda neçə edəcək? 10. Vuraq 10⁻2. Bəs bu neçədir? 10⁻1. 10⁻1 də 0,1 deməkdir. Cavab olacaq Y variantı. Növbəti sualımıza baxalım. 67-ci sual. Cisim çökük güzgüdə alınan xəyalı. Bax, çökük güzgüdür. Buna diqqətli olmalısınız. Alınan xəyalı necə xəyaldır? Fikir versəz, cisim harada yerləşir? F ilə R-in ortasında yerləşir. Yəni, cisim məsafəsi Fox məsafəsindən böyük, radiusdan nədir? Güzgün radiusundan kiçikdir. Cisim burada yerləşir. Cisim F ilə R-in ortasında yerləşəndə alınan xəyal, uşaqlar, həqiqi xəyal olur. Tərsinə olur və bölünmüş xəyal olur. İstəyirsiniz bunu qura bilərik, düsturla da eləyə bilərik təbii ki. Bir dənə paralel şüa göndəririk güzgüyə. Paralel gələn şüa F-dən keçəcək. Bax, bu şəkildə F-dən keçəcək. Birində bu qütübə göndərirsiniz. Qütübə gələn şüada olduğu kimi hansı bucaq altına düşürsə, eyni bucaq altında qayıdır. Bax, buralarda bir yerdə alınır xəyalımız. Şüaların özləri kəsişdiyi üçün alınan xəyal necə xəyal oldu? Həqiqi xəyal oldu. Digər tərəfdən fikir versəz bura, xəyal məsafəsi R-dən böyük oldu. Deməli, böyüdülmüş xəyaldır. Həm şəkildən görünür, həm də xətti böyütmənin düsturu F bölək D deyil. Oradan nisbət edə bilərik təbii ki. Və tərsinə xəyaldır. Cisim burada yuxarıdır, burada isə xəyal necə oldu? Aşağıya doğru. Onda deyirik ki, həqiqi tərsinə və böyüdülmüş xəyal. Həqiqi tərsinə. Oldu D variantı. 71-ci suala baxalım. Cismin mayeədəki çəkisini ona təsir edən Arximed qüvvəsinə asılı qrafikinə səsən, cismin vakuumdakı çəkisini hesabla. Cisimlərin mayeədəki çəkisinin düsturu P maye bərabərdir. P maye bərabərdir uşaqlar. P0 çıxılsın Arximed qüvvəsidir. Bax, bu da düsturumuz. İndi bizə deyir ki, qrafikinə səsən cismin vakuumdakı çəkisini hesablayın. İndi nəyə baxmaq istəyirəm? Bax, bu nöqtəyə bir dənə diqqətli olun. Bax, bu nöqtədə Arximed qüvvəsi nəyə bərabərdir? 0-a bərabərdir. Arximed qüvvəsi 0-dırsa bu nöqtədə, bax bu 24-də, Arximed qüvvəsinin üstünə 0 qoyanda cismin mayeədəki çəkisi neçəymiş? 24-üymüş də. Elə bu cismin mayeədəki çəkisi nəyə bərabərdir? P0-a bərabər deyil, P0-dur.
Deməli, cisimlərin vakuumdakı çəkisini çəkmiş 24 Newton olmuş. Cavab olur D variantı. Yadınızda qalsın ki, cisimlərin mayeədəki çəkisinin Arximed qüvvəsinə asılıq qrafikində bu nöqtələr bizə nə verəcək? Elə cismin vakuumdakı çəkisini verir uşaqlar. Bu da düsturdan isbat olunur. Məsələn, burada da eləyə bilərdim. Ha, fərqi yoxdur. Bu nöqtəyə görə baxsam, tutaq ki, bura görə baxsaydı, buna da olardı. Burada nə olur? P maye 0 olur. Bax, bu nöqtə üçün yazsam, P maye yerinə 0 qoydum. Çünki baxın, P maye bu nöqtədə 0-a bərabərdir. 0 bərabər P0 çıxılsın, 24 yazıram. Bu da P0 nəyə bərabərdir? 24 Newtona bərabər olmuş olur. Cavabına görə D variantıdır. 68-ə baxalım. Rəqs konturunda kondensatorun lövhələri arasındakı məsafəni 2 dəfə azaltdıqda məsafəni nə edirik? 2 dəfə azaldırıq uşaqlar. Bir balacalaşdıram bunu. Aha. Məsafə 2 dəfə azaltdıqda yaranan elektromobil rəqslərin periodu necə dəyişər? Elektromobil rəqslərin periodunun düsturu T bərabərdir 2pi kökün altında L S-dir. L burada sarğacın induktivliyi, S isə nədir? Kondensatorun tutumudur. İndi biz tutumun düsturunu yazsaq, tutum nədən asılı edə bilirik ki, bax 2pi kökün altında L, kondensatorun tutumunun asılı olduğu düstur epsilon 0S bölək D-dir. Bu düsturda gördüyünüz kəmiyyətlərdən asılıdır. İndi buna bir fikir verin. S ilə necə asıldır? Düz asıldır. Epsilon kökaltı düz asıldır. Epsilonla necə asıldır? Mühitin dielektrik nüfuzluğuna kökaltı düz. Bəs məsafə ilə necə asıldır? Kökaltı tərs asıldır. İndi biz məsafəni azaldırıq. Məsafə azalıbsa 2 dəfə, onda periyod məsafə ilə kökaltı düz tərs asıldı axı. Periyod nə edəcək? Kök altında 2 dəfə nə etməlidir? Artmalıdır. Cavab ona görə olacaq C variantı uşaq. Oldu nə? C variantı. 72-ci suala baxalım. 72-də bizə nə deyir? Dövrədəki termistoru soyutduqda voltmetr 1 və voltmetr 2 necə dəyişir uşaqlar? Bizdən onu soruşur. 1 və 2 necə dəyişəcək? Bax, bunu soruşurlar. İndi deyirik, baxın. Termistor budur. Buna bir R termistor yazıram. Termistorun temperaturunu azaldanda termistor nədir? Yarım keçirici cihazdır. Yarım keçiricilərin müqaviməti temperaturundan necə asıldır? Tərs asıldır. İndi biz buranın temperaturunu azaldırıqsa, onda termistorun müqaviməti neyini? Artır. Bunu bilirik. İndi ilk işimiz burada cəryan şiddətini necə dəyişdiyini tapmaq istəyirik. Tapmalıyıq daha doğrusu. Necə birləşib? Ardıcıl. Ardıcıl birləşmədə I bərabərdir U bölünsün. Müqavimətlər neyinir? Toplanılır. U bölək R plus R termistor yazacağım bura. Nə dedik burada? Dedik ki, termistorun müqaviməti artır. Termistorun müqaviməti artırsa, cəryan şiddəti neyinəcək? Azalacaqdır. Deməli, dövrədəki cəryan şiddəti azalır. Gəlirəm indi voltmetr 1-in göstərişinə. U1 bərabərdir, I vurulsun R'dir. Buradakı R rezistordur. Biz termistoru soyduruq. Rezistorun müqaviməti dəyişmir təbii ki. Amma I neynədir? I azaldı. Onda U1 neynəyəcək? Azalacaqdır. Deməli, U1 azaldı. Digər tərəfdən, bax, bu voltmetrə fikir versək, bax, bu voltmetrimiz ümumi gərginliyi ölçür. Bu voltmetr mənbənin gərginliyini göstərir. Mənbə necədir? Sabit gərginlik mənbəyinə qoşulur. Onda bu voltmetrin göstərişi dəyişə bilməz. U1 azalır, U isə nədir? Dəyişmir. Voltmetrin göstərişi dəyişmir. B variantı. Başqa cür necə eləyə bilərsiniz bunu? Baxın, belə də həll eləyə bilərik. Bura bir voltmetr qoşaram. Voltmetr, belə. Bu voltmetr 2 olsun. Voltmetr 2-nin göstərişinə baxsam, U1 üstə gələk U2 nəyə verməlidir bizə? Sabit olmalıdır da cəm. Düzdürmü? Aha. Bəs U1 neynədir? Azaldı. Bu cəm sabit olması üçün U2 neynir? Artır. Bax, bura bir voltmetr 2 qoysaydıq, voltmetr 2-nin göstərişi artardı. Amma bu voltmetr U1 ilə U2-nin cəmidir. Bu cəm mütləq nə olmalıdır? Sabit qalmalı. Dəyişə bilməz. Sabit gərginlik mənbəyinə qoşulur çünki. Növbəti sualımız 69-cu sual. Bir cism maqnit sahəsində yerləşən cəryanlı naqilə təsir edən amper qüvvəsinin istiqamətini təyin edir. Baxın, cəryanlı naqilimiz nədir? Nöqtədir. Nöqtə də demək ki, şəkil müstəvisindən bizə doğrudur. Yəni, cəryan bu istiqamətdə axır. İnduksiya xətlərimiz isə hayaladır, sağa doğrudur. Amper qüvvəsinin istiqamətini sol əlindən təyin edirik. Sol əli bizi elə tutursunuz ki, induksiya xətləri sol əlin ovucuna daxil olur. 4 barmaqda cəryan göstərir. Baş barmaq isə amper qüvvəsini göstərməlidir. İndi induksiya xətlərimiz bu şəkildə gəlir də. Onda mənim sol əlim, bax, bura belə deyək də, qarşısına qoyulmalıdır ki, induksiya xətlərimiz ovucumuza daxil olsun. Yəni, sol əlin ovucu
belə deyək də, sola doğru baxmalıdır. Çünki induksiya xəttləri hayanadır, sağa doğrudur. Deməli, belə qoyduq da, belə qoyduq. Bax, bu şəkildə qoyduq. 4 barmaq nəyə göstərməlidir? Cəryanı. Cəryan elədi şəkildən bizə doğrudur, onu da çevirəcəm əlimə. 4 barmağım da bu tərəfə, induksiya xəttlərimizdə solanın ovucuna daxil oldu. Bəs baş barmaq hara oldu? Yuxarı. Amper qüvvəsinin istiqamətini göstərən baş barmaqdır. Deməli, amper qüvvəsi hara olacaq? Yuxarıya doğru olacaq uşaqlar. Bu qaydanı mütləq yadınızda saxlayın. 73-cü suala baxalım. Deməli, 73-də nə deyir? Manqan 25-55, üstə gəlsin hər hansı bir bilmədiyimiz elementdir. Alınıb ferrum 26-55, bir də neutron çıxır. Reaksiyada naməlum zərrəciyi müəyyən edin. Baxın, burada nə edirik? Nüvə reaksiyalardır bu. Bu tərəfdəki yük ədədi ilə sol tərəfdəki yük ədədlərinin cəmi sağ tərəfdəki yük ədədlərinin cəminə bərabər olmalıdır. Bu suala bir x deyən gəlir. Bunun yük ədədinə z, kütlə ədədinə də a deyirəm. Aha, onda sağ tərəfdə 25, indeksdə duranlar yük ədədini göstərir. Üstə gələk z bərabərdir. Sol tərəfdə neçədir? 26. Üstə gəlsin neutron neçədir? 0-dır da, yükü yoxdur, neutron. Aha, buradan onda z nəyə bərabərdir? 1-ə. Deməli, z-imiz 1 oldu. Gəlir kütlə ədədini tapmağa, eyni qaydada. Sol tərəfdəki kütlə ədədlərin cəmi, sağ tərəfdəki kütlə ədədlərin cəminə bərabər olmalıdır. Onda yazırıq 55, üstə gələk a bərabərdir. Solda 55, üstə gələk 1. Buradan a bərabər neçəyə? 56 çıxaq, 55, 1. Deməli, bu bizim x-imizi yük ədədi də 1, kütlə ədədi də 1. Bəs bu hansı dərəcədir? Protondur. Protonun yük ədədi 1, kütlə ədədi də nədir? 1 olacaqdır. Elektron məsələn, yük ədədi -1, kütlə ədədi 0-dır, olmaz. Neutron məsələn, yük ədədi yoxdur, ona görə olmur. Fotonun yükü də kütləsi də nədir? Olmaz, yoxdur. Alfa zərrəci nədir? Helium 2, 4-dür, bu da olmur. Deməli, ancaq hansına uyğun gəldir? Protona uyğun gələcək. Cavab olur A variantı. 70-ci sual. Düz xətli hərəkət edən cismin surət zaman qrafikinə əsasən 1 və 2 nöqtələrinə uyğun təcillərini və impulslarının modullarını müqayisə edin. Fikir versəz, bu necə hərəkətdir? Bərabər yeniləşən hərəkətdir. Və 1 ilə 2 eyni düz xəttin üzərindədir. Bərabər yeniləşən hərəkətdə nə sabit qalır? Təcil sabit qalır. Ona görə deyə bilərəm ki, burada A1 bərabərdir A2-yə. Təcil dəyişənməz. Çünki bərabər yeniləşən hərəkətdə təcil sabit qalmalıdır. İndi impulsa baxanda nəyə baxmalısın? Surətə. Fikir verin, 1-ə uyğun gələn surət budur, V1, 2-ə uyğun gələn surət də buradır, V2-dir. Və buradan da göründüyü kimi V1 kiçik nədən? V2-dən. Impuls nədir? P bərabərdir MV deyil. Impuls surətinə eyni olur, eyni dəyişləmişə. Onda surət harada böyüksə, impuls da orada nədir? Böyük olacaq. Ona görə P1 də kiçik nədən? P2-dən. Deməli, A1 A2-yə bərabər P1 kiçikdir P2-dən. Üzürlü sanışaqlar. Cavab olacaq Y variantı. Növbəti sualımız 74. Səs dalğası havadan suya keçdikdə hansı fizik cəmiyyətlər dəyişir? Yadda qalsın ki, dalğalar, elektromanyetik dalğalara aiddir, bu mexaniki dalğalara aiddir. Bir mühitdən digər mühitə keçəndə tezlik periyod dəyişməyəcək burada. Aha, tezlik dəyişməz. Dəyişər. Bax, bizdən dəyişəri soruşur. Onda tezliyi götürənməli. Sonra, surət dəyişir. Bəli, səsin ən böyük surəti bərklərdədir. Sonra maylərdə, sonra havadan. Deməli, surət dəyişir. Səs dalğası havadan suya keçdikdə surət artacaqdır. Dalğa uzunluğu da dəyişəcək uşaqlar. V bərabərdir, lambda nü deyil. Nü sabitsə, baxın, V bərabərdir, lambda vurulsun, nüydür. Nü sabitdir, onda V artıbsa dalğa uzunluğu nə eləməlidir? Artmalıdır da. Cavab ona görə 2-3 olacaqdır. 77. Kübir yükünün kvadratın mərkəzində O nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi E olarsa. Bax, bu kübirin burada yaratdığı intensivlik E'dir. O nöqtəsində yekun intensivliyi hesablayın. Gəlin birinci kübirə baxalım. Müsbətdir. Müsbətdən intensivlik nə olurdu? Çıxırdı. Deməli, Y1 bu yanadır. Buna bir Y dedik. Və buradakı yüklərin ədədi qiymətləri eynidir, məsafələr də eynidir. Bu o deməkdir ki, burada yaranan intensivlik Y1, Y2-yə bərabərdir, ədədi qiymətcə, istiqamətcə dəyişə bilər. O bərabərdir Y3-ə, modulu o da bərabər Y4 deyə bilərik. Yəni, yüklər eyni, məsafələr eynidirsə, intensivliyi eyni olmalıdır. Çünki Y nəyə bərabərdir? K modulda Q bölünsün
R kvadratında. Məsafələr eyni, klon sabiti, külər də eynidirsə, intensivliyin ədədi qiymətləri eyni olmalıdır. Bunu bildik. İndi bir də nəyi bilməlisiniz burada? Elektrik sahəsinin intensivliyi müsbətdən çıxır, mənfiyə daxil olur. Ona görə kübrin yaratdığı bu istiqamətdə getdi. İndi baxıram Q2-yə. Bəs Q2-ni yaratdıq. Q2 mənfi deyil, o da özünə daxil olacaq. Bu da bu tərəfə bir Y olmalıdır. Sonra Q4-ə baxsam, Q3-ə baxarım da. Q3 də mənfidir, onun da yaratdığı bu istiqamətdə olacaq. Y3 də bu tərəf olacaq. Y, bu Y4 idi. Yedik buna da. Bir dənə nə qaldı burada? Q4. Q4-ün də yaratdığı özünə doğru daxil olacaq. Y4 dedik. Bu da Y4. İndi bura fikir versəz, bax bu Y4-ünə Y4 yox daha doğrusu bu Y2-dir. Y2 ilə Y4 necədir? Əksdir. Ondan nə etməliyəm? Çıxacaq. Çıxıramsa, deməli bunlar necə olacaq? Bax bu ikisi gedəcək işlə. Bunları sıfırladıq. Çıxdıq axı. Çünki 4 bu istiqamətdə bir E qədər intensivlik yaratdı. 2 də bu istiqamətdə bir-birinin əksinə oldu. Vektorial kəmiyyətdə çıxırsınız təbii ki orada. Bunun üzərindən vektorda qoya bilərik bir şəkildə. İndi bu üçündən isə bir eyni istiqamətdə yaratdı. Onda bunları nə etməliyəm? Toplamalıyam. Yekun bu ikisinin cəmi olacaqdır. Yekun bu ikisinin cəmi olanda, onda yekun nəyə bərabərdir? Y1 üstəcək Y3. Hər biri nə qədərdir? Y-dir. Y üstəcək Y oldu 2Y. 2Y. Və hansı istiqamətdə oldu yekun intensivliyimiz? Bax, bu istiqamətdə oldu və 2Y olacaqdır. Cavab ona görə olur C variantı. 75. Verilmiş kütləli ideal qaz üzərində hansı proses aparılmışdır? İdeal qaz üzərindən söhbət gedir. Bax, ideal qaz. Burada fikir diqqətli olmalısınız. Sizlər bəzən də deyə bilərlər, doyan buxar. Bizə ideal qaz deyil. Fikir versəz, nə sabitdir burada? P sabitdir. P sabit hansı proses olur? İzobar olur. Deməli, prosesimiz izobardır. İzobar. İzobar həcm nə edir? Azalır. Həcm azalırsa, izobar nə deyəcək? Sıxılma deyəcək. İzobar sıxılma. İzobar prosesdə 2 dənə adı olur. İzobar sıxılma və ya izobar nə deyirik? Soyma. Bunun səbəbi nədir? Çünki izobar prosesdə V ilə T necə asıldır? Düz asıl deyil. İdeal qazın alternliyinin düsturu burada. PV bərabər nü R T'dir. Verilmiş kütlər deyirsə bu nü sabit. R onsuz da sabitdir. P sabitdir. Onda V ilə T necə asıldır? Düz asıldır. V azalırsa T də azalmalıdır. T azalırsa nə deyirik buna? Soyma deyirik də. Ona görə izobar sıxılma və ya izobar soyma deyə bilərik. İzoxor olmaz, getdi. İzoxorlara atdınız. V onsuz da azalır, izoxor olmaz. İzobar, bəli, ola bilər. İzobar nə? Soyma. Cavab C variantıdır. İzotermik deyil, izobar genişlənməli deyil. Oldu C variantı. 78. Verilmiş metal üçün fotoeffektin qırmızı sərhədli sarı işığa uyğundur. Hansı şüanın təsirlə fotoeffekt müşahidə olunur? Bax, yadınızda qalsın ki, qırmızı sərhəd hansı işığa uyğundursa, həmin işıq və ondan aşağıdakı rəngləri göndərsək, fotoeffekt baş verir. Amma yuxarıdakılar olmaz. Misal üçün, baxın, elektromagnetik dalğalar şkalasını yazsaq burada, radyo dalğalar, infraqırmızı şüalar, görünən şüalar, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Sonra ultrabənövşəyi, rentgen şüaları, bir də nədir? Qamma şüaları. Bax, bunlardır. İndi bizə hansı işığı veriblər? Sarı işığı veriblər. Aha, bu sarıdır. Sarı və sarıdan aşağıdakıları göndərsəz, fotoeffekt müşahidə olunacaq. Amma yuxarıdakıları göndərsək olmaz. Rentgeni göndərsəm olmaz. Üzr istəyirəm, radionu. Radio olmaz. Sonra infraqırmızı olmaz, çünki sarıdan yuxarıdadır. Qırmızı da olmaz, sarıdan yuxarıdadır. Narıncıya baxın, narıncı da sarıdan yuxarıdadır, bu da olmaz. Nə qaldı? Ultrabənövşəyi oldu. Ultrabənövşəyi sarı işıqdan aşağıdır. Burada məsələn yaşıl da olar, mavi də olar, göy də olar, bənövşəyi də, ultrabənövşəyi də, rentgende qamma şüaları da göndərsək, fotoeffekt müşahidə olunacaq. Amma sarıdan yuxarıdakıları olmaz. Sarının özünü də göndərsək müşahidə olunur. Cavab ona görə olur nə? Y variantı. 76-ya baxalım. Nə deyirik də? Epsilon 0 S böləkdir, vuraq U ifadəsi asifiz kəmiyyət müəyyən edilir bu ifadə ilə yəni. İndi epsilon 0 S bölək D nədir? Kondensatorun tutumudur da. Tutumun asılıq tuturu S bərabər idi. Epsilon 0 S bölək D. Bu kəmiyyət gördünüz.
Bu düsturdakı kəmiyyətlərdən asılıdır. Deməli, mən bunun yerinə, baxın, bunun yerinə nə yaza bilərəm? S yaza bilərəm. Onda nə olar? S vurulsun U. Bəs S bura bu nəyə verir bizə? Elektrik yükünü verir da, yükünü. Çünki tutumun üstü nədir? S bərabər Q bölü U deyil. Q nəyə bərabər? S bura. Deməli, yükü verəcəkdir. Kondensatorun yükünü A variantı olacaq cavabımız. 79-cu suala baxalım. Bir də buranı siləyim, təmizlənsin bura. Ha. 79. Ağzı bağlı qablarda su və onun doyan buxarı var. Deməli, bu doyan buxarlardır. Doyan buxarın konsentrasiyaları və təzyiqlərini müqayisələr. Ağzı bağlı deyirsə, bu hansı prosesdir? İzoxor prosesdir. Və nədir? Konstantdır. Bunu tez yazdım. Və temperatur dəyişibdir. T1 20 dərəcədir, T2 neçədir? 30 dərəcədir. Uşaqlar, izoxor prosesdə doyan buxarın konsentrasiyası və təzyiqi temperaturdan asılıdır. Bunu hardan bilirik? Bax, düsturla da sübut edə bilərik bunu. Qrafikində yadınıza sala bilərsiniz. Ağzı bağlı qabdır, izoxor prosesdir. İndi mən buranı qızdırıram. Qızdırıramsa, baxın, birdəki temperatur 2-dən azdır da. Qızdıranda buxar molekullar, maye neyir? Buxarlanır. Belə deyək də, maye molekullar mayeni tərk edib buxara çevrilir. Yəni, sonuçda buxarın kütləsi, buxar molekulların sayı neyir? Artır. İndi konsentrasiyanın düsturu N bərabərdir, N bölü V deyil. Bu buxar molekullarda. V sabitdir. Buxar molekulların sayı artırsa konsentrasiya nə etməlidir? Artmalıdır. Deməli, birdən 2-yə gəldikdə temperatur artdığına görə konsentrasiya artdı. N1 N2-dən böyükdür dedim. N1 böyükdür N2-dən. Təzyiqə baxsam, P bərabərdir, NKT deyil. K sabit, temperaturu artıbdır birdən 2-yə gəldikdə. Deməli, P artmalıdır. N də artıbdır. Hətta P daha çox artır burada. Ona görə P1, daha doğrusu N2 böyükdür da. Biz niyə belə yazdıq? Bu N2'dir, bu N1. Çünki temperaturun dediği artırdıkça artır axı. Diqqətli olan səhv olmasın. P2-də böyük nədən? P1-dən. Belə mexanik səhvlər olanda rəylərdə bildirərsiniz. Düzəldərək baxın. Deməli, N2 N1-dən böyükdür, P2-də P1-dən böyükdür. Cavab olur D variantı. Bunu qrafikində yadınıza sala bilərsiniz. Grafiklə də. Baxın, izoxor prosesdə P-nin T-dən asılıq prosesində, izoxorda doyan buxarın qrafiki necə idi? Bax, belə idi da. Aha, bu doyan buxarı idi. İndi temperatur bir nöqtəsi bura, bir qabı belə düşünün. Temperatur 20 dərəcədir axı. Aha, biri də bax, bura bunda. Tutaq ki, belədir. Burada 2 nöqtəsi deyək. İndi fikir versəz, birdəki təzyiq bu, P1, 2-dəki təzyiq də burada, P2, P1-dən böyükdür. Hətta konsentrasiyanı da çəksəm, doyan üçün çəkəcəm, N-in T-dən asılığını çəkəndə izoxorda bax, belə bir qrafik olur. İndi bir nöqtəsi yenə bura uyğun gəldi. 2 nöqtəsi də tutaq ki, bura gəldi. Temperatur artıb da. Onda N1, bu da N2-dir. Nə oldu? N2 daha böyük oldu. Yəni, grafiklə çəkib bunu görə bilərsiniz rahatsızlığını. Cavab olur ona görə də D variantı. Növbəti sualımız 80-ci. Birinci güzgü üzərinə düşən şuanın ikinci güzgüdə qayıtma bucağını hesablayın. Güzgülər arasındakı bucaqda bizə veriblər nə? 90 dərəcə. Yəni, perpendikulyar. İndi ilk işimiz bunun normalini çəkməliyik. Bax, normal belə olur uşaqlar. Normal səthə perpendikulyar olmalıdır. İndi bura 40 dərəcəsi onda bura neçədir? 50 dərəcədir. Deməli, birinci güzgüyə işıq hansı bucaq altına düşüb? 50 dərəcə. Düşmə bucağı burada normal ilə şua arasında qalan bucaqdır. Hansı bucaq altına düşürsə, eyni bucaq altına da qayıtmalıdır. Deməli, bura da 50-dir. Onda bura neçədir? 40-dır. Bura 40-dırsa, bura neçədir? Bura 50-dir. İndi bunun normalini çəksəm, belə olacaq. Qəsər gəl çəkək. Aha, bu normalımız deyənə. Bura 50-dirsə, bura neçə olacaq? 40 olacaqdır. Dedik ki, bucaq həmişə düşən şua ilə normal arasında qalır. 40 dərəcə altında düşürsə, ikinci güzgüyə elə 40-la da neyəcək? Qayıdacaqdır. Deməli, cavab olur ona görə 40. Bunu hardan bildirməli olduğunu, bucağın daxili bucaqların cəmi 180 olmalıdır. Bura 90, bura 40-dırsa, onda bura neçə olmalıdır? 50 olmalıdır ki, cəm 180 olsun. 81. Yalnız sabit sürtünmə qüvvəsinin təsiri ilə, yəni sürtünmə qüvvəsi nədir burada? Sabit. Bax, bunu deyək. Yalnız sabit sürtünmə qüvvəsinin təsiri ilə
üfüqi səthdə hərəkət edən cismin başlanğıc sürətini 4 dəfə artırdıqda tormuz müddəti necə dəyişər? Başlanğıc sürəti 4 dəfə artırıram. V02 bərabər 4 V0 1. Yalnız üfüqi səthdə cisimə yalnız sürtünmə qüvvəsi təsir edən cisim necə hərəkət edir? Yavaşlayan hərəkət edir. Və bizdə tormuz müddəti cismin dayanına qədər getdiyi məsafədir. Tormuz müddətinin düsturu V0 bölünsün nədir? A-dır. Aha. İndi V0 bölək A. Biz burada A-nın yerinə nə yaza bilərik? Məsələn, sürtünmə qüvvəsini daxil eləmək istəyirəm düstura, ona görə. A-nın yerinə yazıram μj. A μj-yə bərabərdir. Yazıda qalsın, yalnız sürtünmə qüvvəsi, üfüqi səthdə yalnız sürtünmə qüvvəsi təsir edirsə A μj. A-nın yerinə μj, burada V0 yazıram. Buradan M-ə vurub M-ə bölsəm, MV0 bölək μmj. Niyə bu düsturu uzatdım, belə yazdım? Əslində, buradan da demək olardı. Sadəcə belə yazıram ki, bəzən suallarda, ətraflı sualları düşür. Deyir ki, sürtünmə qüvvəsinin düsturu yazaraq ispat edək. İndi bizə yalnız sürtünmə qüvvəsi sabit veribsə, deməli, düsturda mənim sürtünmə qüvvəm olmalıdır. Onu göstərməliyəm orada olmalı. Onda T tormuz bərabər olur nəyə? MV0 bölək, μmj nədir? Fs-dir da, Fs. İndi tormuz yolu V ilə necə asıldı? Tormuz müddət daha doğrusu. V0 ilə düz asıldı. Təbii ki, sürtünmə qüvvəsi burada sabitdir. Mən V0-ı 4 dəfə artırıramsa, tormuz müddətdə 4 dəfə nə edəcək? Artacaqdır. Cavab olacaq ona görə də B variantı olacaq. 84. Elektromanyetik dalğaların tezliyini 3 dəfə artarsa, şüalanma selinin sıxlığı necə dəyişər? Yadınızda qalsın ki, elektromanyetik dalğaların şüalanma selinin sıxlığı, enerjisi, gücü, bunlar tezliyin 4-cü dərəcəsindən necə asıldı? Düz asıldı. İndi tezlik 3 dəfə artırsa, şüalanma selinin sıxlığı tezliyin neçənci dərəcəsindən düzdür? 4-cü dərəcəsindən. Onda 3/4 dəfə nə edəcək? Artacaqdır. Bəs 3/4 nə edir? 81 edir. 81 dəfə nə edir? Artar. Çünki tezliyin 4-cü dərəcəsindən düz asıldı. Və yaxud da tezliyin 4-cü dərəcəsindən düz asıldı deyirsə, baxın indi, bax belə də yaza bilərsiniz bunu göstərmək məqsədiylə. Çünki testə baxırıqsa, test öyrədici olmalıdır da. Nəsə öyrənməliyik. Buradan yazırıq, I2 bölək I1 bərabərdir. N2 bölək, N2 üstü 4 bölək, N1 üstü 4. 4-cü dərəcədən düz asıldı. Onda yazırıq, I2 bölək I1 bərabərdir. Neçə dəfə artırmışam? 3 dəfə. Yəni bu nə deməkdir? N2 bərabərdir 3 N1-ə. N2 yerinə qoyuram 3 N1, onun üstü 4 dəfə. 3 N1 üstü 4 bölünsün N1 üstü 4-ə. Bu nə edir? 81 N1 üstü 4 bölək N1 üstü 4. Bunları ixtisar eləsəm nə qalacaq? I2 bölək I1 qaldı neçə? 81. Deməli 81 dəfə nə edir? Artdı. Növbəti sualımız 82-ci sual. Deməli, cisim səpici və toplayıcı linzalardakı xəyallarına əsasən Euler-Venn diaqramına uyğunluğu müəyyən et. İndi bu səpici linzadır, birinci. İkinci də nədir? Toplayıcı linzadır. Və cisim məsafələrinə fikir verin. Hər ikisində cisim məsafəsi fokus məsafəsindən kiçikdir. Yəni bu nə deməkdir? Cisim linza ilə, toplayıcı linza ilə F-in arasında yerləşdirilir. İkisindədir. Aha, xəyal mövhümüdür. Uşaqlar, səpici linzada hər zaman xəyal mövhümüdür. Toplayıcı linzada bir halda mövhüm olurdu. Cisim məsafəsi fokus məsafəsindən kiçik olarsa, yəni cisim linza ilə fokusun arasında yerləşəndə mövhümü xəyal alınırdı. Mövhümü düzünə və böyüdülmüş olurdu. Deməli, xəyal mövhümüdür hər ikisində. Bir ortaq olacaqdır burada. Xəyal böyüdülmüşdür. Baxın, səpici linzada hər zaman mövhümü düzünə və kiçildilmiş xəyal olur. Heç vaxt böyüdülmüş xəyal ola bilməz. Onda böyüdülmüş hansına gəlməlidir? Toplayıcı linza. Toplayıcı linzada xəyal mövhümü xəyallarda böyüdülmüş xəyal olur. Məsələn, lupada alınan xəyal mövhümü xəyaldır və böyüdülmüş xəyaldır. Lupa ilə yadınızda saxlaya bilərsiniz bunu. Xəyal düzünədir. Hər ikisində düzün olur. Onsuz da səpici linzada hər zaman düzünə kiçildilmiş mövhümü xəyaldır. Toplayıcı linzada mövhümü böyüdülmüş və düzünə xəyal olur. Bir halda olur, o da cisim məsafəsi F-dən kiçik olanda. Xəyal düzünədir. İkisində də elə gələcək deməli bura. 3 elə gəldi. Xəyal kiçildilmişdir. Hansında? Səpici linza. 4-də vuracaq. Deməli, K-ya 4, elə 1, 3, M-ə də 2 oldu da. Cavab olur B variantı orada.
85-ci sual. Sistemin təcilini hesablayın. Bizdən təcil soruşur. Bax, təcil üçün belə bir düsturumuz var. A bərabərdir. Böyüyün kütləsindən kiçiyin kütləsini çıxırdıq. Bölürdük kütlələri cəmlə, vururdıq nəyə? J-yə. Təbii ki, bu düsturun çıxarışı da var. Yəni, çıxarışla yazın mən sizə. Bu düsturu bilin ama siz. Çünki imtihanda belə deyək də, bütün düsturları çıxarışla yazmaq sizin vaxtınızı aparar. Ehtiyat yoxdur ona görə də. Gəlin bunu həll edəyək biz ama. Bax, bunu aşağı dönədə artır. 4 kilogramdır, 40 newtonda artır. Bunu aşağı neçə newtonda artır? 60 newton. Onda bu sistem A təcilindən burada yuxarı qalxır 4 kilogram. 6 kilogram A təcilindən aşağı düşür. Burada bunu yuxarı doğru dartan gərilmə qüvvəsidir. Yenə bu iptədə gərilmə qüvvəsi yuxarı olmalı. Və bu gərilmə qüvvələri bir-birinə bərabərdir. Hardan bilirəm? Çünki eynidir. İndi biz bunun sistem təlimini yazsaq, baxın fikir verin, 40 newton aşağı dartdı da buna. T də yuxarı. İndi sistem 4 kilogramlara qalxır, yuxarı qalxır. Deməli, burada T 40-dan nədir? Böyükdür. Onda burada newton ikinci qanunu tətbiq eləsəm, MA. Bu elə bir ki, M1 kimi cisim kimi düşünün. MA, M1, bax bunu M1 kimi düşündükdə bu M1'dir, bu da M2'dir. Bax bunu yadınızda saxlayalım çünki yerine qoyacaq. M1A bərabər T çıxılsın 40. İkinci üçün yazsam isə fikir verin M2A bərabərdir 60 çıxaq T. Niyə 60 çıxaq T? Çünki aşağı gəlir, təcil aşağısı deməli aşağı dartan qüvvə daha böyükdür. M2A 60 çıxılsın nə yazacaq? T. Bax, belə bir sistem təmin yazdım. Tərəf-tərəfə toplayalım gəlin. Bu T'lər gedəcək onda. M1A üstəgələk M2A bərabərdir. Mənfi 40 üstəgələk 60. Neçələdir? 20 elədir. Buradan nə edirsiniz indi? Hətta biz bunu belə də yaza bilərik. Baxın. Tamam, buradan gələn ayət tapalım, uzatmayalım. Amma belə də yaza bilərsiniz də uşaqlar. Baxın, qulaq asın. Düsturu çıxartmaq istəyirəmsə, hətta gəlin bunları belə yazalım, baxın. Daha səlqəli olsun deyə eləyirəm. Düsturun çıxarışı olsun da. Buna aşağı nədə artır? M1C'də artmır. Buna aşağı M2C deyəyin də. Onsuz da M1C 40'da, M2C'də nədir? C'də 60. T çıxaq, M1C yazıram bu uşaqlar. M1C. Düsturu çıxardımsa da ümumi çıxardığında. M2C çıxaq T. Tərəf-tərəfə toplayanda necə oldu? Dedik, M1A üstəcə M2A bərabər T'lər getdi. M2J çıxaq M1J. Bax, belə bir ifadə aldıq. Buradan A'yı çıxartdıq qarşıya. Mötərizədə M1 plus M2 bərabərdir. Buradan da J'yi çıxardırıq qarşıya. Mötərizənin içində M2 çıxaq M1 vuraq J. Buradan A'yı tapsaz A bərabərdir. M2 çıxaq M1 bölək M1 plus M2 vurulsun J. Bax, bayaq dediyimiz düstur buradan gəlir. Bu düsturu əzbər bilməlisiniz əslində siz. İndi bundan sonra gətirib yerinə qoyuruq da. Burada bir dənə yer açağın. Buranı siləyim ta. Düsturun çıxarışı budur yəni. İndi gətirib yerinə qoysam necə olacaq? M2 budur da 6 böyükdən çıxırsınız. Çıxaq 4. M1'imiz 4, üstə gələk 6, bıraq J'miz də 10. Altdan 4 çıxanda 2, 6'ın üstünə 4 gəlində 10. Deməli, yuxarıda 2, aşağıda 10, burası 10. Bunlar da getdi, qaldı nə? 2 metr bölək saniyə kvadrat təcil. Cavab oldu 2 metr bölək saniyənin kvadratı. Bu şəkildə eləyəcək. 83. Nə deyirsən? Fotoelementin vaxt qrafikinə əsasən düzgün fikirləri seçin. Nü, tezlik, n fotonların sayı. Tamam. İndi fikir versək bura. Bax, bu nöqtə bizə nəyi göstərir? Saxlayıcı gərginliyi. Hər ikisində saxlayıcı gərginlik bərabərdir. U1, U2-yə bərabərdir. Bu nöqtələr bizə nəyi göstərir? Doyma cəryanşdadır. I doyma 1, burada nədir? I doyma 2. Uşaqlar, tezliyə baxanda saxlayıcı gərginliyə baxırsınız. Saxlayıcı gərginliklər eynidirsə, deməli tezliklər eynidir burada. Onda nü1 bərabər nü2-yə. 3 düzdür. Çıxan elektronların sayına baxanda isə doyma cəryan şiddətinə baxırsınız. Məsələn, bax, yaza bilərsiniz bunu. I doyma bərabərdir, n-yə bölək t. N doyma cəryan şiddətinə necə asıldı? Düz asıldı da. Daha doğrusu, doyma cəryan şiddəti n-dən düz asıldı.
İndi doyma cərəyan şiddəti harda böyüksə, deməli orada çıxan elektronların sayı da böyükdür. Onda deyə bilərik ki, N2 böyük deyildir. Deməli, cavab oldu 3-lə 5. 3-5 olacaq. Yenə deyirəm. Çıxan tezlik, dalğa uzunluğu, kinetik enerji, surət, impuls bunları müqayisə edəndə nəyə baxarsınız? Saxlayıcı gəncliyə. Doyma cərəyan şiddətinə baxmırsınız. Bax, qrafikdə. Növbəti sualımız 86-cı suala baxalım. Daxil enerjisi 12 kJ, təzyiqi 4 kPa olan bir atomlu ideal qazın həcmi neçə kub metrdir? Bir atomlu ideal qazın daxil enerjisinin düsturu 2-də 3 PV. Bizdən nəyə soruşur? V-ni soruşur. Buradan V-ni tapsa, V nəyə bərabər olacaq? 2U bölünsün 3P yazacaq. 2. Uyumuz neçədir? 12 kJ oldu. Vuraq 12 kJ. Çevirmirəm, çünki təzyiqi də nəyinə verirlər? Kilopascal. Bölünsün 3 vurulsun 4. Kilolar gedəcəkdir onsuzda. 12, 2-yə vuranda 24, 3-ü də 4-ə vuranda 12. Bunlar ixtisar edəcək, qalacaq nə onda? 2 kub metr. Deməli, cavab olur nə? 2 kub metr. 87-ci sual. Bircins elektrik sahəsinə daxil olan zərrinin hərəkəti uyğun qrafikləri seçin. Belə deyək də, zərrəciklər verirlər və bizdə buradakı zərrəciklərin hərəkətinə uyğun grafiklər seçməliyik. Baxıram, elektrik sahəsinə daxil oldu da, düzdürmü? Ha, elektrik sahəsi. Bax, Y xətləridir bunlar uşaqlar, bunlar Y xətlərimizdir. İntensiv xətlərdir. İntensivlik müsbətdən başlayırdı, mənfiyə gedir də. Onda birinci üçün yazsam, bura müsbət, bura nədir? Mənfiymiş. Proton aya doğru gedir, mənfiyə doğru gedir. Onda protona təsir edən qüvvə mənfi müsbət cəzb edir də, bu tərəf olacaq. V ilə qüvvə eyni istiqamətlidirsə necə hərəkət olacaq? Yeniləşən hərəkət. Təbii ki, burada V0-da bir var da, başlanğıc sürət var imiş. Deməli, sürət getsə nə etməlidir? Artmalıdır. Onda yeniləşən hərəkətin qrafiki nə oldu? B. Bax, 1-ə uyğun gələcək B. Tamam. İndi 2-yə baxıram. Bura müsbətdən başlayır, hara gedir? Mənfiyə gedir. Elektron hayana doğru gedir? Mənfiyə doğru gedir. Çünki intensivlik müsbətdən başlayıb mənfidə qutarır da. Deməli, buna təsir edən qüvvə bu istiqamətdə olacaq. Qüvvə ilə sürət əks olduğu üçün necə hərəkət olacaq? Yavaşlayan hərəkət olacaq. Onda 2-yə də uyğun gəlir D variantı. Bunu yaza bilərik. Digər tərəfdən 2-yə A variantı da uyğun gəlir da. Yavaşlayan hərəkətin qrafikidir. Hətta 1-ə uyğun gələndə nədir? C-dir. Buna heç baxmamışıq. Bu S-in telansırıdır. Yeniləşən hərəkətdə S-də parabolik deyil. Deməli, bu da uyğun gəlir də. C-də vuracaq. Üçüncü, neutrondur. Neutron yükü yoxdur. Buna qüvvə təsir edəməz. Qüvvə yoxdursa, cisim necə hərəkət etməlidir? Zərrəcik düz xətti bərabər sürətli. Bərabər sürətlər hərəkət hansıdır? Y. Deməli, nə oldu? Sərgəli yazsaq, 1-ə uyğun gəldi B, C, 2-yə uyğun gəldi A, bir dəqiqə, A, D, bəli, yavaş hərəkətlər götürsün. A, D, 3-ə də uyğun gəldi nə? 3-ə də uyğun gəldi deməli, bərabər sürətlər hərəkətdir Y variantı. 89. Naqilə təsir edən amper qüvvəsini hesablayın. Hə, bizim bu ətraflı suallardır. Hə, baxalım buradan. Deməli, nə deyirsən? 200 qram kütləli, 50 sm uzunluqlu, naqil, 0,4 Tesla induksiyalı birciz maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar olmaqla tavandan asılmışdır. Belə bir naqilimiz var. Mənbəyi bitişdirilən xətlərin kütləsi nəzərə alınmır. Tamam. Naqildən axan cərəyan şiddətini hesablayın. Cərəyan şiddətinin düsturu I bərabərdir. Nəyə? U bölək elə. U bölünsün elə. İndi burada gərginlik neçədir? 8 voltdur. Yazıram 8. Erimiz neçədir? 2-dir. Onda cərəyan şiddətimiz neçə olacaq? 4 amper olacaqdır. Bu 88-ci sualın cavabı 4 amper. Bizə nə deyir? Naqilə təsir edən amper qüvvəsini hesablayın. Hesablayalım. İnduksiyamız neçədir? 0,4 Tesla. Naqilin uzunluğu 50 cm, 0,5 metr. Cərəyan şiddətində 4 qatında. Onda amper qüvvəsinin düsturu F amper bərabər nəyə? I, B,
L sinüs alfadır. İndi burada fikir versəz, bax cəryan bu istiqamətdə axırda uşaqlar. Cəryan bu istiqamətdədir. Müsbətdən mənfiyə. İnduksiya nədir bəs? X-dir. Yəni bizdən şəkil müstəvisinə doğrudur. Onda buradakı cəryanla induksiya arasında qalan bucaq 90 dərəcədir. 90 dərəcədirsə sinus nədir? 1 götürəcək burada. Onca İB yazır. İ tapdıq 4. Vurulsun. B'miz neçə idi? Baxalım ora bir dənə. B'miz 0,4 Tesladır. 0,4. Baxın burada 0,4 Tesladır. Bax B. Deməli, naqilin uzunluğu da neçədir? 50 santimetrdir. Gətirib yerinə qoyacağım. Vurulsun 0,5. Bunu da bir-birinə vursaq, 4'ü 0,5'e vuranda 2 eləyir, 2'də 0,4'e vuranda neçə eləyəcək? 0,8 Newton. Deməli, amper qüvvəsi də 0,8 Newton. 90-cı sual, ipdəki gərilmə qüvvəsini hesablayın. Bu maraqlıdır şey. Burada qüvvələri birinci istiqamətini göstərməlisiniz. Fikir verin bura. Bu naqilə aşağı doğru artan ağırlıq qüvvəsi. Hər zaman aşağı olmalıdır. MC aşağıdır. Digər tərəfdən amper qüvvəsinin istiqamətini tapmalısınız. Amper qüvvəsinin istiqaməti hansı əllə təyin olunur? Sol əllə. Sol əlimizi elə tuturuq ki, 4 barmaq cəryan istiqamətini göstərir. Yəni ha yana sağa doğru. İnduksiya xətləri ovucunca baş barmaqlarını göstərəcək amper qüvvəsini. Onda amper qüvvəsi hara oldu? Amper qüvvəsi yuxarı oldu. Aha, bu belədir. Amper qüvvəsini biz bayaq tapdıq da, amper qüvvəsi neçə idi? Deməli, stansiya sualında birində tapdığımızı digərini istifadə edə bilərik. 0,8 Newton. Amper qüvvəsi 0,8 Newtondur. İndi gəlirəm MC'yi tapmağa. 200 qramdır. 200 qram neçə kiloqramdır? 0,2. Onu da yazıram 0,2. Vurulsun J'miz də 10. Bu da oldu 2 Newton. Aşağı 2 Newton, yuxarı 0,8 Newton. İpdəki gərilmə qüvvəsi də uşaqlar budur. Baxın. Bunu başqa bir rəng götürən ki, görəyin orada. İpdəki gərilmə qüvvəsi də bu olacaq. Bax, bu da gərilmə qüvvəsidir. Yuxarı təsir edən qüvvələr T ilə amper qüvvəsidir. Aşağı hansı qüvvədə artır? MC ağırlıq qüvvəsi. Bu Newton ikinci qanuna görə bu tarazlıqdadır, düzdürmü? Onda yuxarı təsir edən qüvvələr nədir? Aşağı təsir edən qüvvəyə bərabər olmalıdır. Yazırıq onda T üstə gələk. Amper bərabər nəyə uşaqlar? MC-yə. Buradan T-ni tapsaq, T bərabərdir. MC çıxaq nə olacaq? F amper. MC'mizi tapdıq 2 Newton, amper qüvvəsi neçədir? 0,8. Bu da olacaq neçə? 1,2 Newton. İpdə yaranan gərilmə qüvvəsi də 1,8 Newtondur. Bu qədər uşaqlar. Videonun altında rəylərdə öz fikirlərinizi bildirə bilərsiniz. Gələn video hansı bölməyə aid istəyirsə, onu da qeyd edə bilərsiniz. Bir də yenə qeyd edirəm ki, əgər suallarda nəsə bir mexaniki səhvlik görsəz, mütləq qeyd edin orada, baxılacaq sizin rəylərinizə. Bir də hər kəsə, hər birinizə uğurlar arzu edirəm şans imtahanında. İnşallah istədiyiniz kimi imtahan keçər. Hər kəsin ürəyici olan imtahan. Sağ olun uşaqlar.